olsun. Azərbaycan əhalisi kütləvi şəkildə savadsızlaşır. Maarifçiliklə adamlar anlamırlar. Əgər bir düşüncə adamı, elm adamı bir molladan fərqli bir düşünmürsə, məktəbi qaytarmalısan Azərbaycan cəmiyyətinin menyusuna. Azərbaycanın prioriteti demokratiya yox, təhlükəsizlik olmalıdır. Demokratiya biraz sağlam vücuda sahib olan bir mühitdə mümkün olur. Antimilli ünsürlər idi ya da avam güruh idi. Bizdə qadın azadlığının səviyyəsi çox aşağı. Rusiya girib işğal edir. Bu gün də Kiyevi bombalayır. Və Ukraynada bu gün demokratiyanı düşünən nə qədər insan var? İdealizmin çöküşü və realizmin yenidən yüksəlişi var. Elə deyən kimi hamı deyir, biz qədim xalqıq. Biz gənc xalqıq. Cümhuriyyətlə adam fəxr eləmir. Cümhuriyyəti özünün idealı saymır. Sənin qəhrəmanın Nuru Paşadır. Sənin torpağını azad edir. Məmməd Əmin Rəsudzadə də sənin qəhrəmanın. Hər vaxtınız xeyir olsun. Bugün Dip TV olaraq jurnalist Nəzrin xanımla birlikdə millət vəkili Fazil Mustafa ilə görüşürük. Xoş gördük Fazil bəy. Xoş gördük. Fazil bəy, mövzumuz 28 may müstəqillik günüdür və düşünürəm ki, xüsusən sizinlə ənənəvi yox, daha çox fəlsəfi və siyasi müzakirə etsək daha məqsədə uyğun olar. Müstəqillik ümumiyyətlə bayraqdan, sərhəddən, hansısa kitablardakı tarixi hadisələrdən ibarət deyil. Müstəqillik eyni zamanda bir dövlətin öz taleyi barədə sərbəst müstəqil qərar vermə qabiliyyətidir və öz istiqamətini müəyyən etmə qabiliyyətidir. İstiqaməti müəyyən etməklə bağlı sizin bir müddət öncə bir fikriniz var idi, hansı ki efirdə səsləndirmişdiniz ki, Azərbaycanın prioriteti demokratiya yox, təhlükəsizlik olmalıdır. Bu, bəlkə də son illərdə Azərbaycanın siyasəti ilə bağlı səsləndirilən ən doğru fikirlərdən biri idi. Ən azından mənim qənaətim belədir. Əfsuslar olsun ki, müəyyən çevrələrdən siz tənqid olundunuz. Mən diqqət etdim, bu tənqid edənlər ya antimilli ünsürlər idi, ya da avam güruh idi, hansı ki, demokratiyanı kitablardan, nəzəriyyələrdən, tarixi nümunələrdən yox, daha çox emosiyalardan, qulaqdan dolma məlumatlardan, şüarlardan dəyərləndirirlər. Bu kontekstdə məsələlərə yanaşırlar. Amma hər halda, məsələn, bir neçə nümunə vermək olar ki, sizin fikrinizə dəstək xarakterli 1919-1933-cü illərdəki dövr Almaniya, məsələn, Weimar Almaniyası deməli konstitusion olaraq demokratik idi, parlament var idi, seçkilər var idi, amma müharibənin nəticələri, məhz təhlükəsizlik problemi və daxili sabitlik böhranı nəticəsində bir çöküş baş verdi. Başqa bir coğrafiyaya getsək, Əfqanistanda 2001-2021-ci illər arasında 20 il orada formal institutlar quruldu demokratik olaraq, parlament, seçkilər və s. və ilaxır və nəticədə daxili sabitlik böhranı və məhz təhlükəsizlik məsələləri ucbatından, dövlətin zəif nəzarəti ucbatından 2021-ci ildə sürətlə rejim çökdü. Bir başqa coğrafiyaya son nümunə olaraq deyim, Liviyada deməli Ərəb baharı başlayanda 2011-ci illərdə Qəddafi hökumətinin çöküşü, orada müəyyən bir demokratik keçid planlaşdırılırdı, lakin buna nail olunmadı. Niyə? Çünki daxili böhran problemi var idi, daxili sabitlik böhranı var idi, təhlükəsizlik, məhz təhlükəsizlik məsələsi var idi, dövlətin zəif nəzarəti var idi və nəticədə bu proses deməli zəiflədi və istənilən səviyyədə baş tutmadı. Yəni nəticədə Liviya Qəddafidən sonra daha zəif oldu. Saddamdan sonra İraq daha zəif oldu. Yəni bu nümunələri çoxaltmaq olar. Məsələ ondan ibarətdir ki, siz təhlükəsizliklə demokratiyanı zid qavram kimi təqdim etməmisiniz. Bugün məsələ demokratiyanın nə olması və ya onun bizim üçün vacib olub-olmaması deyil. Bugün məsələ odur ki, demokratiya hansı zəmin üzərində dayanacaq? Bütün bunların fonunda sual yaranır. Əgər biz qəbul ediriksə ki, təhlükəsizlik bugün bizim prioritet istiqamətimizdir, sizcə ümumiyyətlə prioritet sıralamaları hansı formada olmalıdır? Birinci növbədə biz müstəqilliyə əslində doğru qiyməti verək. Müstəqillik bir millətin insanda olduğu kimi bir sənəd alırsan, şəxsiyyət vəsiqəsi alırsan və olursan artıq tam hüquqlu vətəndaş və hüquqların artıq ondan başlayır, vəzifələrin ondan başlayır. Müstəqillik də bir millətin aldığı şəxsiyyət vəsiqəsidir. Yəni bu şəxsiyyət vəsiqəsi olmadan dünyaya çıxa bilmirsən. Birləşmiş Millətlər Təşkilatına qeydiyyatdan keçə bilmirsən, beynəlxalq təşkilatlarda təmsil oluna bilmirsən. Ona görə də bu şəxsiyyət qazanma prosesini həm də bir şey üzərində düşünməlisən. Bu şəxsiyyəti itirmə prosesinə də gətirib çıxara bilərsən. Müstəqilliyin itirilməsi həm də o deməkdir. Ona görə də dövrün müstəqilliyin
bir miras olaraq daşımasını öz üzərinə götürən insanları həm də bu müstəqilliyin məsuliyyətini daşımalıdırlar. Onu necə qorumağın məsuliyyətini daşımalıdır. Siz təsəvvür edin ki, 1939-45-ci illərdə 2-ci Dünya müharibəsi dövründə Fransada heç kim düşünmürdü ki, necə olsun demokratik bir cəmiyyət quraq. Fransada düşünürdü ki, faşizmdən necə qorunaq. Bu günlərdə bizim hamımızın gözümüz Çinə dikildi. Amerika Birləşmiş Ştatlarının prezidenti ilə Çin Xalq Partiyasının sədri Xi Jinpingin görüşləri ilə biz hamımız izlədik görək dünyanın taleyi ilə bağlı hansı qərarlar qəbul olunacaq. Orta səviyyəli dövlətlərin taleyi böyük dövlətlərin hansı qərarlar almasından çox asılıdır. Və belə bir vəziyyətdə bizim dünyada olan tendensiyadan kənara çıxma lüksumuz yaxud da imkanımız yoxdur. Dünyada olan tendensiya nədir? Dünyada hansısa bir qərarla mı gəlib hansısa ölkəyə qarşı müdaxilə edirlər? Yox. Dünyada hansısa bir demokratik bir səs-soğluğu ilə mi qəbul edirlər ki, hansı ölkənin rejimini dəyişək ya hansı ölkənin rejimini saxlayaq? Belə bir söhbət yoxdur. Yəni bir böyük dövlət qərar qəbul edir ki, sən nüvə silahı istehsal eləməməlisən, sən hansısa bir şəkildə öz torpağını, Qrenlandiyanı mənə satmalısan, yaxud da bir ölkənin prezidentini gedir ölkədən oğurlayır, gətirir özünə qoyur. Və belə bir vəziyyətdə biz orta səviyyəli dövlət birinci növbədə nəyi düşünməliyik? Birinci növbədə təhlükəsizliyi düşünməliyik. Burada bir avtomatik, belə insani bir duyğudan söhbət gedir. Bu günləri Rusiya Ukraynada demokratik bir dövlətdir. Seçki ilə prezident seçilib, məclis seçilibdir. Rusiya girib işğal edib. Bu gün də Kiyevi bombalayır. Və Ukraynada bu gün demokratiyanı düşünən nə qədər insan var? Hamı düşünür ki, bu gecə zirzəmidə ya zəmin qatda yatacağam ya yatmayacağam. Eyni şeyi Azərbaycana da bir tətbiq edin, baxın, görün. Bizə bu günləri vacib olan nədir? Birinci növbədə biz bu prosesdə torpaqları işğaldan azad eləməklə özümüzə aid olan minimum proqramı həyata keçirdik. Ölkənin müstəqilliyi yaralı vəziyyətdə idi, yaranı sağaltdıq. Və belə bir vəziyyətdə yaranı sağaldandan sonra bir reabilitasiya dövrü var, bir hazırlıq dövrü var. Demokratiya biraz sağlam vücuda sahib olan bir mühitdə mümkün olur. Yəni sağlam düşüncəyə sahib, sağlam qaydalara riayət eləməyə sahib insanların çoxluğu olan yerdə demokratiya işləyir. Amma belə bir hələ ki reanimasiyadan çıxmış bir ölkələrdə bunun tətbiqi çox çətin məsələdir. Necə postsovet ölkələrin böyük əksəriyyətində bunun tətbiqi mümkün olmadı. Hansında oldu? O ölkələr ki, artıq onların himayəsi var idi, onların qoruması vardı. Onlar özlərini qorumurlar ki, Baltikyanı ölkələr özlərini qorumurdular ki, Sovet dövründə Katolik kilsəsinin başçısı gəldi, oturdu, dedi, bura bizim himayədədir. Avropa ölkələri, Amerika dəstək verdi. Ona görə də Sovet rejimi onlara qarşı 20 yanvarı o səviyyədə, bizim səviyyədə törədənmədi. Ya Orta Asiya üzərində olan baskısını orada tətbiq eləyə bilmədi. Təbii ki, biraz da inkişaf etmiş cəmiyyət vardı. Çünki Avropaya yaxın idi, əvvəllər də bu müstəqil dövlət oldu. Amma belə bir vəziyyətdə bizim himayəmiz yoxdur axı. Bizim bir dənə bu savaşda gördünüzmü? Hətta cənub-şimal qonşularımız hər an təhlükə. Pakistan Türkiyənin də dəstəyi olmasaydı, bəlkə də biz bugünkü bu uğurları da həyata keçirməkdə çətinlik çəkəcəkdik. Çünki mütləq kimsə görməlidir ki, səni qoruyan, yaxud da sənə dəstək verən qüvvə var. Təbii ki, öz gücümüzə əksər məsələlər həll elədik. Amma həm də dostlarımızın dəstəyi ilə bunu həll elədik. Türkiyənin, Pakistanın dəstəyi ilə həll elədik. Və ən azı onların elə bir bəyanatının dəstəyi ilə həll elədik. Təkcə fiziki gücdən getmir, diplomatiyadan gedir, hərbi deyək ki, hədədən söhbət gedir. İndi bizim cənubda sərhədimizə qoşun yığmışlar, hədəliyirdilər. Onda nə oldu? Kimlə tətbiqat keçirdik? Türkiyə ilə birlikdə tətbiqat keçirdik ki, bizim əraziyə girənin biz də istənilən səviyyədə cavabını verəcəyik, bir yerdə verəcəyik. Demək istədiyim odur ki, bu sadə bir məntiqdir. Sadə məntiqi sadəcə populist hissəsinə özünün həyat haqqında təsəvvürləri öz yaşamından, öz düşüncəsindən ibarət olan insanların fikridir. Ona görə də biz bu məsələlərdə biraz populizmə yönəlmədən fikirlərimizi söyləyirik. Təbii ki, təhlükəsizlikdən sonra Azərbaycan cəmiyyəti üçün vacib olan ən böyük prioritet məsələ Azərbaycanda dini radikalizmin törədə biləcəyi təhlükənin qarşısını almaqdır.
Bu olduqca vacib. Bu da elə təhlükəsizliyin bir komponenti. Çünki biz istəsək də, istəməsək də qonşu ölkələrdən Azərbaycanın altında xeyli minalar bastırılıbdır. Bu minalar dövlətimiz zəif olduğu təqdirdə böyük bir fəlakət yarada bilər. Şükürlər Allaha ki, dövlətimiz güclüdür. Öz problemini həll edə bilir. Amma beynəlxalq şərtlər çevik dəyişə bilir. Elə şərtlər yarana bilər, elə bizə problemlər yarada bilərlər. Elə bir təcavüzlə qarşı-qarşıya qala bilərik ki, biz müəyyən mənada bəlli bir o çətinliyə üzləşə bilərik. Çox üzr istəyirəm, bu cəhətlər də var yəni. Əlbəttə, demək daxili sabitlik pozucu elementlərin Azərbaycanda baş qaldırması kifayət qədər realdır. Və belə bir vəziyyətdə biz o dövrü də düşünərək, o ehtimalı da düşünərək bu sahəyə xüsusi diqqət ayırmalıyıq. Üçüncü, təbii ki, biz təhsil sistemimizdə böyük bir islahat keçsin. Azərbaycan əhalisi kütləvi şəkildə savadsızlaşır. Yəni bu təhsil sistemimiz bir savadsızlığa rəvac verə biləcək bir şəkildə bir milli təhlükəyə çevrilməkdədir. Orta məktəbə uşaq getmir, əksəriyyətində hazırlıq kurslarına gedən uşaq hansısa bir rəqabət mühitində olmur və olmadığına görə məktəbin təkcə təhsildən ibarət deyil ki, tərbiyə məsələsi var, təlim məsələsi var. Biz sabahları cəmiyyət həyatına məktəbdə hazırlanan uşaq yetişdirməkdə problemlər yaşayırıq. Və biz bu uşağı fərdiyyətçi olaraq yetişdirməklə onun bəlli bir uşaq vaxtından sinif yoldaşları ilə məktəb mühitində, sinif mühitində rəqabətdən uzaqlaşdırır. Və nəhayət ondan sonra artıq universitetlərin formalaşmasına ehtiyac var. Universitet demokratizmi olmadan cəmiyyət demokratizmi olmaz. Məsələn, universitetdə sual-cavab, müəllim-tələbə dialoqu, yaxud da bir akademik bir müzakirə mühiti yaratmadan sən bunu cəmiyyətdə kütlənin müzakirə mühitini yaratsan, onda saç yolması, baş yardısı başlayacaqdır. Yəni növbədə filanda bu insanlar çünki birinci növbədə təhsildən cəmiyyətə qayıtmalıdırlar və onda demokratiya mümkün olur. Biz bütövlükdə yəni bunları kompleks həll edəndən sonra artıq onsuz da demokratik mühit özlüyündən Azərbaycan cəmiyyətində reallığa çevriləcək. Və o baxımdan mən dediyim məsələ sırf məntiqi, reallığı qiymətləndirən məsələ. İndi kim ki reallığa boyun əymək istəmir, kim ki qəbul eləmək istəmir, indi o da öz xəyallarını Azərbaycan cəmiyyətinə çatdırsın. Bizim əsas məqsədimiz cəmiyyətdən kiminsə xoşuna gəlmək üçün bir müsbət layk almaq deyil ki. Bizim məqsədimiz o dediyim müstəqilliyin məsuliyyətini daşıyan insan kimi, insanlardan biri kimi və bu missiyanı özlərinə götürmüş, deyək ki, nəslin təmsilçilərindən biri kimi xəbərdarlıq eləyirik ki, ölkənin mahiyyətini başa düşsünlər, coğrafiyamızı başa düşsünlər və dövlətimizin riskə getməsini, məzərəyə qurban getməsini demək, müəyyən dərəcədə təmin edən bir çalışmalardan çəkinsinlər və elə eləyək ki, biz bu mərhələləri keçə-keçə demokratik cəmiyyətə qovuşa bilərik. Fazil bəy, bu məqamda deməli bu kütlə ki var, hansı ki bunu qəbul etmək istəmir və ya anlamır. Bunlara qarşı mübarizədə hansı praktiki başqa addımlar atmaq olar? Çünki məsələn deyək maarifçiliklə adamlar anlamırlar. Və yaxud da ki hansısa bir realizmi qəbul etmək istəmirlər. Bu bir də daha idealist düşün ki, çox qısa bunu da qeyd edim ki, ümumiyyətlə dünyada yəqin ki siz də müşahidə edirsiniz, bir idealizmin çöküşü və realizmin yenidən yüksəlişi var sanki. Yəni Avropanın özündə bilirsiniz bu artıq demokratiya çöküşə doğru gedir. Məsələn, Amerika Birləşmiş Ştatlarında Trumpın hakimiyyətə gəlişi və daxildə demokratlara qarşı bir mübarizə var. Şərqdə ümumiyyətlə demokratik respublika göstərmək çox çətindir. Yəni indi baxır düzdür hansı demokratiya, təmsilçi demokratiya var, birbaşa var. Bu çox fərqli mövzulardır. Amma hər halda biz Azərbaycandan danışırıqsa, bunu qəbul etməyən və emosiyalarla, qulaqdan dolma məlumatlarla gedən, belə deyək də, dəyərləndirən kütlə var. Bu kütləyə qarşı praktiki hansı başqa addımlar atmaq olar? Bu kütləyə qarşı əslində bir mübarizə aparmaq deyilən bir iş mənasız bir işdir. Çünki hər yanda kütlə, hər yanda xalqın 5, 6, 10% bir potensialı olur ki, düşüncə daşıyıcısı olan potensialı olur ki, o cəmiyyəti harasa aparır. Yəni bir vaqonları aparan, elit azlıq da belə. Vaqonları aparan lokomotivdir. Lokomotivin üzərində düşünməli. Bizim lokomotivimiz yoxdur. Bizim vaqon nə qədər desən vaqonumuz var. Təəssüf ki, çox təəssüf. Və vaqon da doludur. Hər vaqonda demək SV-də biri, kupedə biri, deyək ki, plaskartda biri, nə bilim o ümumi demək vaqonda biri, hər kəs doludur. Hər kəs öz yerini tapıbdır. Amma lokomotiv problemi var. Lokomotiv zəifdir. Lokomotivin at gücü zəifdir.
Və ona görə də biz bu lokomotiv yükünü götürə biləcək nəslin doğru istiqamətdə cəmiyyətə mesaj verməsini təmin eləməliyik. Yəni ki, tutaq ki, diplomlu ziyalın çoxdur, akademikin, professorun filanın. Amma bunların cəmiyyətlə dialoqu xeyirli dialoqdur ya zərərli dialoqdur. Yəni ki, əgər bir düşüncə adamı, elm adamı bir molladan fərqli bir düşünmürsə həyata baxışında, yaxud da hansısa bir şəkildə bir müğənninin yanında şəkil çəkdirmək istəyən insanların bir alimin yanında, dəyərli bir fikir adamın yanında şəkil çəkdirməkdən uzaq durmasını biz müşahidə eləyiriksə, demək bu elə-belə məsələlər deyil. Ona görə də bu mübarizə aparmaq kütlə ilə lazım deyil. Mübarizəni təhsili verməklə, maarifləndirməklə yenə də etməlisən. Yəni, sən bütövlükdə məktəbi qaytarmalısan Azərbaycan cəmiyyətinin menyusuna. Azərbaycan cəmiyyətinin, Azərbaycan ailəsinin menyusundan məktəb çıxmış vəziyyətdədir. Məktəb sadəcə uşaqların ali məktəbə girməsində bal toplamaqdan ibarət bir əyləncədən ibarətdir. Simbolik bir prosesdir. Bu əyləncəni biz dəyişməliyik. Axı bu təkcə ali məktəbə girmək deyə bir hədəf yoxdur. Bu həm də elm sahibi olmaq məqsədi ilə ali məktəbə girmək deyil, diplom daşımaq, sabahları bir yerə işə düzəlmək, sabah bir yerə gedəndə, ailə quranda cehiz vermək üçün, kiməsə nişana gedəndə, elçiliyə gedəndə diplom tələb eləyəndə diplomum var demək üçündür bu diplom. Amma gerçək bir elm üçün, elm dalınca gedən insanların yarışı olsa buna sevinərsən. Bu da var, amma çox az, cüzi bir miqdardadır. Ona görə də biz bu problemlər üzərində düşünməliyik. Çünki kütlə həmişə eyni düşüncənin daşıyıcısıdır, eyni öz yerini tutubdur. Amma onu dəyişə biləcək qüvvələrin qıtlığı Azərbaycanda problemdir. Ona görə də biz hansı elitada da ola bilərsən, yenə kütləsən. Ən yüksək vəzifədə də ola bilərsən. Təfəkkür eləsən, aşağıdakından düşünmürsənsə eynidir. Yəni, hər bir cəmiyyətdə, Mirzə Cəlil də var, Məmməd Həsən əmi də var. Amma Məmməd Həsən əminin əgər, deyək ki, arzusu, idealı, deyək ki, 21-ci əsrdə dəyişməyibsə, yəni 19-cu əsrdə Məmməd Həsən əminin getmək istədiyi marşruta 21-ci əsrdə getmək istəyən çox sayda Azərbaycanlı varsa, demək, Məmməd Həsən əminin sayı həndəsi silsilə ilə artmış. Artıq Mirzə Cəlilin sayı isə azalmış. Və belə bir vəziyyətdə biz bu cəmiyyəti artıq onun çoxluğu içində boğulan, ölən, əzilən yenə Zərdabilər, Sabirlər, Axundovları görəcəyik. Və biz bu mühiti dəyişməliyik. Çox üzr istəyirəm, hansı ki, heç tanınmayacaq da. Bəli, bu mühiti dəyişməyin savaşını verməliyik. Ona görə də indi bəzən insanlar ümumiyyətlə kənardan eşitdikləri, bildikləri terminləri daha çox işlətməyə çalışırlar ki, nəyi sanki bir seçki oldusa, hər şey demokratiya artıq bərpa oldu. Qadınlara səs vermə hüququ verdinsə, bərpa olundu. Amma bu günləri kimsə balta ilə qadın öldürür. Kimsə evində xanımını öldürür, kimsə boşandığı qadını gedir, ailə qurur, gəlir, həbsdən çıxır, gəlir, onu öldürür. Yaxşı idisə, ya da işlədiyinə görə gedir. Yaxşı idisə, niyə boşanmışdın? Niyə boşanmışdın? Yaxud da işlədiyinə görə. Bizdə qadın azadlığın səviyyəsi çox aşağıdır. Qadının iqtisadi müstəqilliyin səviyyəsi aşağıdır. Çox vaxt bunu əxlaq və yaxud da məişət məhdudiyyəti modeli ətrafında biz daha çox məhdudlaşdırmağa çalışırıq. Amma Azərbaycan qadını savadsız olandan sonra, məktəbə getməyəndən sonra, təhsil almayandan sonra onun yetişdirdiyi uşaq da savadsız olacaq. O necə uşaq yetişdirə biləcək? Ona görə də biz savadlı və demək, müasir dövrün tələblərinə, çağırışlarına cavab verən övlad yetişdirə biləcək Zeynalabdin Tağıyevin qız məktəbində yetişdirmiş kimi qadınların olmasına ehtiyacımız var. Cümhuriyyət dövrünün bütün rəhbərlərin hamısının xanımları məhz bu məktəblərdə təhsil almış ziyalılardır. O xanımların dəstəyi olmasaydı bu dövlət qurulmazdı, bu cümhuriyyət qurulmazdı. Və ona görə də biz bu problemləri çözmədən birdən-birə çayı tullanaraq hansısa bir cənnətə düşəcəyimiz deyə belə bir xəyal yaşamamız absurddur. Təbii ki, demagogiyaya, oxlokratiyaya, populizmə gedib çıxacaq. Əlbəttə, bu da ona gəlir ki, çünki meydanda çıxış eləyən, deyək ki, bir əgər qəssab çıxış eləyirsə, hay salırsa ki, yaxşı ət var, bir molla çıxış eləyirsə, yaxşı cənnət var,
bir deyək ki, hansısa bir şəkildə bir ekstrasens falçı müğənni çıxış eləyirsə ki, mən daha cəsuram, daha çox soyundum, o biri deyir ki, mən daha çox deyək ki, toydan pul qazandım. Bu mühitin içində yaxud da mənə daha çox həclər kömək eləyir. Bu mühitin içində biz alimin, düşüncə adamının, cəmiyyətdə filosofun sözünü dinlədənmərik. Ona görə də meydanı müəyyən dərəcədə tərk etməmək lazım. Meydanı yenidən qaytarmaq lazım bu insanlara və bu insanlar cəmiyyətə daha çox yön verməyə çalışmalıdırlar ki, biz dediyim kimi 19-cu əsrin ideallarını, mənfi ideallarını 21-ci əsrdə təzədən təkrarlamayaq və təzədən geriyə düşməyək. Və cəmiyyətdə uçuruma getməsin təbii ki. Fazil müəllim, çox gözəl danışdınız. Xüsusən də vurğulamaq istədiyim bir məqam son dövrdə siz də yəqin ki, müşahidə etmisiniz sosial şəbəkələr üzərindən özünü akademik professor deyən şəxslərin elə qadınlarla bağlı açıqlamasının üzərinə sizin bir ziyalımız kimi, deputat kimi bu cür xalq tərəfindən çıxış etməyiniz həqiqətən insanları qürurlandırır deyə düşünürəm. Şəxsən öz adıma təşəkkür etmək istəyirəm ki, qadınlarla bağlı bu cürə ziyalı mövqeyinizi bizimlə bölüşdünüz. Mənim sualım isə bundan ibarət olacaqdır ki, 28 may Müstəqillik günü həmin vaxt Azərbaycanın çox mürəkkəb bir geosiyasi dövrünə təsadüf etmişdi. İndi sizcə Azərbaycanın qlobal və regional münaqişələr fonunda əsas geosiyasi dayağı nələrdən ibarətdir? Azərbaycan birinci növbədə özünə müttəfiqləri, demək, tapdığı müttəfiqləri daha ciddi şəkildə bu regionda birlikdə hərəkət etməyə sövq etməlidir. Yəni daha çox etimad olmalı. Çünki müttəfiqlərsiz biz ayaqda qalmağa çox böyük çətinliklərlə qarşılaşacağıq. Siz diqqət edirsinizsə, Rusiyada son vaxtlar alınan qərarlar o deməkdir ki, başqa ölkədə istənilən bir Rusun, Rus vətəndaşı olmayan Rusun, məsələn Ermənistana da bu istiqamətdə təzyiqlər göstərilir. Hansısa bir ona qarşı yaxud da qurlaşdırılmış hansısa bir addım baş verərsə, hətta müdaxilə etmə haqqında bir qərar, qanuni əsas hazırlayırlar. Yaxud da məsələn deyək ki, qonşu ölkələrdən bizə qarşı olan müəyyən təxribatlar, atılan dronlar, hamısı nəyə göstərir? Biz kiçik dövlətlərin taleyində çox böyük demək sıxıntılar, mərhələlər var ki, o böyük dövlətlərin qərarlarından çox şey asılı olur. Ona görə də biz bunu həll eləməliyik. İkinci, biz bu daxili sabitliyin müəyyən dərəcədə pozulmaması üçün əhalinin rifah səviyyəsinə xüsusi diqqət yetirməliyik. Yəni birinci növbədə insan amilinə diqqət yetirməliyik. İnsan ola bilsin ki, müəyyən dərəcədə Avropa standartları ilə yaşamasın, amma ən azı bir hüquqi mexanizmlər insanın haqqını qoruyacaq səviyyədə ayaqda olsun, diri olsun. Bu olduqca vacibdir. Çünki insanlar daha çox yoxsulluqdan çox şikayət eləmirlər, çox ədalətsizlikdən şikayət edirlər. Ona görə də biz birinci növbədə məhkəmə sistemimizi elə şəkildə inkişaf etdirməliyik ki, ən azı minimum ədalətin bərpası məsələsində vətəndaşların heç bir şübhəsi olmasın. Bu çox vacib amillərdən biridir. Və digər tərəfdən isə ölkənin bu Qarabağ işğaldan azad olunandan sonra ən ümdə problemi, strateji problemi yolun açılması, dəhlizin açılmasıdır. Bu istiqamətdə diplomatik səylərimizi gücləndirməliyik. Yəni bu tarixi bir fürsətdir. Trampla imzaladıq, amma indi Ermənistanda seçkilər də başa çatandan sonra onun nəticələrinə uyğun olaraq əgər bizim arzuladığımız nəticələr olarsa, vaxtı itirmədən biz Zəngəzur dəhlizinin açılması haqqında siyasi qərarı birinci qəbul eləməliyik Ermənistanla birlikdə. İkinci isə Azərbaycan yol açdıqdan sonra Türkiyənin Ermənistan yolunun açılmasına biz imkan yaratmalıyıq. Çünki bu vacibdir. Çünki Ermənistan cəmiyyətinin dəyişməsi üçün təkcə Azərbaycanın atdığı addımlar kifayət deyil. Türkiyənin də bu ərazidə müəyyən təsir imkanlarının artmasına çox böyük ehtiyac var. Birinci, mental olaraq erməninin indi son 200 ildən ağıllı bir lideri gəlibdir. Erməni xalqını böyük Ermənistan xəstəliyindən qurtarır. Ermənistanı öz ərazi hüdudlarına gətirir. Ağıllı bir liderdir. Baxır ki, Məcara xalqı çox böyük fəlakət aparır. Bizdə də o Məcara düşünən insanlar var. Bütöv Azərbaycan, müəyyən ki, biz də vaxtilə o ideyaları daşımışıq. Amma bugünkü reallığa baxanda görürsən ki, hər hansı bir Məcara sonradan bir siyasi
ideolojik kursa çevriləndə xalq xəstələnməyə başlayır, cəmiyyət xəstələnməyə başlayır, onun aludəsi olur, reallıqdan uzaqlaşır. Necə ki, bir reallıqdan uzaq adam həyatda illüziyaların hesabına özünün real imkanlarını itirir, gələ biləcəyi nöqtəyə gəlmir və sonra da ruh xəstəsinə çevrilir. Əslində, erməni xalqı bu xəstəliyə yoluxmuş vəziyyətdədir. Bizdə də müəyyən bu cür düşünən insanları anlatmalıyıq ki, bir folklorda olar, şeirdə olar, ədəbiyyatda olar, amma siyasətdə hər hansı bir bu formada boyundan hündür tullanmaq barədə düşünmək səndən daha hündürlər başından elə basır ki, sən o ayağa qalxanmazsan. Biz ayağa ancaq qalxmışıq, ancaq dövlət qurmuşuq, iki imperiyanın arasında sıxışaraq. İkisinin də ərazimizə iddiası var, ikisinin də ərazimizə xor baxışı var. Və bunun müqabilində biz ağıllı, düşünən, sağduyulu insanlar bunu cəmiyyətimizə anlatmalıyıq. Ermənistanın o düşdüyü xəstəliyin fəsadlarını biz özümüzdə də hiss eləyib, bu fəsaddan özümüzü qorumalıyıq. Fazil müəllim, çox təşəkkür edirəm. Sonuncu sualım isə bundan ibarət olacaqdır ki, sizcə hazırki Azərbaycan, müstəqil Azərbaycan həmin dövrün 28 may qurucularının amallarını yerinə yetiribmi və yaxud hətta düşünə bilməyəcəyimiz dərəcədə də daha çox məqsədlərə nail olub? Mən sizə deyim ki, həmən dövrün amallarından daha çoxunu reallaşdırmışıq. Siz bizim potensialımıza baxsaz, bizim cəhalət potensialımıza baxsaz və bizim maarifçi potensialımıza baxsa, siz möcüzə kimi baxarsınız ki, biz bura necə gəldik, çıxdıq. Siz Azərbaycan qadınının o tamamilə cəmiyyətin alt qatında öldürülmüş, sıxılmış, əzilmiş, təhqir olunmuş vəziyyətdə sonrakı dirilişinə baxsan, təhsil alandan sonrakı dirilişinə baxanda, onda görəsiniz ki, biz elə bir məsafə qət etmişik ki, biz özümüz də bunu xəyal eləməzdik. Bəlkə də 19-cu əsrin sonu, 20-ci əsr Həsən bəy Zərdabi bunu belə xəyal eləməzdi. Onlar ruhdan düşürdülər. Sabir ruhdan düşmüşdü, Mirzə Zər ruhdan düşmüşdü. Amma birdən-birə bir nəsil çıxdı ortaya 18-ci ildə Rəsulzadə, Topçubaşı, Xoyski. Bunlar bir fundamenti qoydular, bazanı yaratdılar. Sonra Sovet dövründə də hətta nə qədər repressiya, nə qədər Sür-Sibir, filan sürgünlər, yenə də bu nəslin müəyyən bir qalıntıları bir şeyləri qorumağa çalışdı. Və müstəqillik dövründə də biz gözlədiyimizdən ən böyük nəticə nə idi? Azərbaycan böyük bir ərazisini bərpa eləmək deyə bir şeyi heç kim eləyə bilmədi. Postsovet ölkəsində heç kim bu şansa sahib olmadı. Bu da bir həm şans idi, həm də bizim qabiliyyətimiz idi, diplomatik qabiliyyət. Bu da nədən irəli gəldi? Biz tarixi, gələcəyi tarixdə görən xalqıq. Ən böyük yanlışımız budur. Biz bir söz deyən kimi gedirik, tarixdən start götürüb gəlirik. Biz amma özümüzü hələ müasir dövrün xalqı olaraq görməkdə çətinlik çəkirik. Elə deyən kimi hamı deyir, biz qədim xalqıq. Biz gənc xalqıq. Biz bu günün müasir xalqıyıq. Və müasir xalqın bu problemi diplomatiya və hərb sənəti ilə həll elədi. Tarixlə həll eləmədi. Tarixi kimə dərs deyirsən, kimə alladırsan ki, bu torpaq mənim idi. Onsuz da hüquq təsdiq eləyirdi, bu torpaq sənindir, beynəlxalq hüquq. Ona görə erməni oranı qəsb eləyənmədi. Beynəlxalq hüquq dedi ki, sənindir. Demək, hüquqla almalıydın bunu, diplomatiya ilə almalı, hərblə almalı. Biz müasirləşdiyimizə görə bunu ala bildik. Biz əgər yenə onun tarixin nağılları ilə yenə də özümüzü ona cəlb eləsəydik, məsələn, indi Azərbaycanda baxın, cümhuriyyətlə adam fəxr eləmir, cümhuriyyəti özünün idealı saymır. 15-ci əsrin bir feodal, bir baş kəsən, bir deyək ki, bizim cəhalət tariximizi yaradan bir zehniyyəti Azərbaycan deyir, bu mənim qəhrəmanımdır. Sənin qəhrəmanın Nuru Paşadır, sənin torpağını azad edir. Məmməd Əmin Rəsulzadədir sənin qəhrəmanın. Sənin qəhrəmanın niyə tarixdə aparır? Həsən bəy Zərdabidir, sənin ən böyük qəhrəmanı Axundovdur. Dilini yaradıb, bu dili mətnin olmasaydı sən kim idin? Dili olmayan xalqına qədər bir kitabını göstər görüb. Öz dilində bir kitabı Dədə Qorqud, o da Dresdendən, Vatikandan tapıldı, qoruya bilmədik. Yəni ona görə də biz bir şeyləri anlamalıyıq ki, bizim tarixin doğru istiqamətdə dəyişdiyi və mədəni mühitə daxil olduğumuz dövrü biz doğru anlamasaq, biz bu gün qazandıqlarımızı da çox rahatlıqla itirə bilərik. Ona görə də bunu qorumalıyıq. Biz düşündüyümüzdən çox böyük uğur qazanmışıq və şükürlər olsun ki, torpağı da işğaldan azad eləməklə bütövləşəndən sonra biz artıq yan problemlərlə yox, yəni bir olur ya, adam məişət problemlərindən başını qatır, ümumi cəmiyyət problemləri unudulur. Yəni evində
heç nə yeməyə bir şey olmayan müəllimi ancaq məişət düşündürür. Amma evində rahat, rifahı olan müəllim dərsə gedəndə bilir ki, artıq bu dərs deməlidir, başqa qayğısı yoxdur. Və biz də əslində xalqlar da belədir. Biz indi məişət səviyyəsindən çıxan xalqıq. Biz qlobal böyük xalqa çevrilmişik. Bunun mahiyyətini anlasaq, onda görərik ki, biz bundan sonraki dövrdə daha məsuliyyətli işlər görməklə bu ölkəni daha böyük uğurlara imza attırmağa qadir olacağıq. Fazil müəllim, çox təşəkkür edirik dəyərli vaxtınızı bizə ayırıb bu cür gözəl fikirlərinizi müsahibəmizdə bölüşdüyünüz üçün minnətdarıq. Mən də öz növbəmdə təşəkkür edirəm. Ümidvaram növbəti rubrikalarımızda da imkan olar ki, sizinlə başqa mövzularda diskussiya edək. Çox təşəkkür edirəm. İnşallah biz hazır. Çox sağ olun.